Bismillahirrahmanirrahim. Müqəddəs gecələrdən biri də Qurban gecəsidir. Yəni Qurban bayramından qabaqki gecə, Qurban axşamının gecəsi əzəmətli, şərafətli gecə hesab olunur. Və İmam Əmir əl-Möminin Əli əleyhissalamın özü həmin gecəni yatmazdı, oyaq qalardı, əhya saxlayıb ibadətlə məşğul olardır. Birinci əməl bu gecə oyaq qalmaqdır. Bacardığınız qədər oyaq qalın. Böyük bir bayram gecəsidir. Allahdan bağışlanmaq diləyin, hacətlərinizi istəyin. Həmin gecəni dua ilə, ibadətlə bacardığınız qədər keçirdin, oyaq qalın. 2. Qüsl etmək. Bayram gecəsinin quslunu verirəm, qurbətən iləllah. 3. Həmin gecə İmam Hüseyn əleyhissalamı ziyarəti müstəhəbdir. Kərbalada olanlar Kərbalada, olmayanlar uzaqdan salam versinlər, üzü qibləyə, açıq səmana. Əssalamu əleykə ya Əba Abdillahil Hüseyn və rəhmətullahi və bərəkatuhu. Kərbalada olanlara Allah bizə də qismət eləsin. Hər kəs Qurban gecəsində İmam Hüseyn ağanı ziyarət edərsə, İmam Sadiq əleyhissalam buyurur ki, Allah onun günahlarını bağışlayar. 4. Axırıncısı, cümə axşamı oxunan bir dua var, onu oxumaq qısa bir duadır. Belə başlayır və belə duanın hamısını qoy deyim. Ya daiməl fəzli aləl bəriyyə, ya basital yədəyni bil'atiyyə, ya sahibəl məvahibis səniyyə, sallə alə Muhammedin və alihi xayril vəra səciyyə, vəğfir lənə ya zəl-ula fi hâzihil əşiyyə. Ey fəzil və bəxşişi xəlqə daim olan, ey əlləri əta etməyə açıq olan, ey qiymətli bəxşişlərin sahibi, xilqətdə insanların ən üstünü olan Mühəmmədə və onun ailəsinə, xanidanına, əhl-i beytə salam göndər. Ey uca Allah, bu gecədə bizi bağışla. Bu duanı da Qurban axşamı gecəsi oxumaq müstəhəbdir. Qurban bayramı, Qurban günü müsəlman dünyasında böyük bayramlardan biri hesab olunur. Və həmin gün tarixi hadisə baş vermişdir. İbrahim Peyğəmbər, Allahın salamı olsun ona və bizim Peyğəmbərimizə və onun əhl-i beytinə, öz oğluna Allah tərəfindən imtihan olunaraq İsmail əleyhissalamı qurban kəsməyə əmr olunmuşdur və o da bu imtihandan, bu ağır sınaqdan başı uca, üzü ağ çıxmışdır. İbrahim Peyğəmbər Quran-ı Kərimə əsasən Allah onu imtihan etdikdə öz övladını qurbangaha aparır. Allah Taala sonda onu imtihandan başı uca çıxdığına görə onu qurbanı qoyunla əvəz edir. Və o gündən bu günə o qurbanlıq bayramı həm həcc ziyarətində olanlar bəzi əməlləri yerinə yetirirlər, şeytanı daşlamaq, qurban kəsmək və həcdə olmayanlar da burada olanlar, öz vətəndə olanlar qurban kəsməklə, kasıbları sevindirməklə İbrahim Peyğəmbərin o əməlini, daha doğrusu qurban kəsmə əməlini, qurbanlıq əməlini öz nəfsinə qarşı mübarizə edərək həm nəfsi ilə mübarizə aparırlar, həm də kasıblara bir yardım kimi bu əməli yerinə yetirirlər. Qurban bayramında bir neçə əməl müstəhəbdir. 1. Qüsl etmək. Niyyəti budur. Qurban gününün quslunu verirəm, qurbətən ilallah. Bu quslun özü çox təkid olunmuşdur ki, bəzi alimlər hətta bunu vacib biliblər, hökmən bu qusul çalışın yerinə yetirəsiniz. 2. Qurban namazını qılmaq. Qurban bayramı namazı fitr bayramında, orucluğun bayramında qıldığınız 2 rəkət namaz kimidir və heç bir fərqi yoxdur və bu namazın özü müstəhəbdir, çox təkid olunmuşdur. Tək də qıla bilərsiniz, cəmiyyətlə də qıla bilərsiniz. Çalışın bu namazı da həmin gün qılasınız. Namazın qılınma forması inşallah səhifəmizdə qeyd olunacaq. 3. Bayram namazından qabaq bir sıra dualar vardır ki, Əhl-i Beyt imamlarımızdan nəql olunmuşdur. Onları oxumaq, onlardan biri Səhifə-i Səccadiyyənin 48-ci duasıdır və o dua belə başlayır. Allahumma haza yevmun mübarək və ardıca cümlələr vardır. 4. Bu gündə və başqa bayram günlərində təkid olunmuşdur ki, nüdbə duası oxunsun. Nüdbə duası da Məfatihül Cinan kitabında vardır. 5. Qurban kəsmək. Və həmin gün kimin imkanı varsa həcdə olanlara vacibdir. Kimin imkanı varsa burada olanlara da bəzi alimlər vacib biliblər. Bəziləri isə çox təkid ediblər ki, bu bayram günündə qurban kəsilsin və bayram namazından sonra qurban ətindən biraz yemək də müstəhəbdir. Qurban kəsilən zaman bir dua vardır, kitablarda var, çoxları bilirlər. Vəccəhtu vəcihi lilləzi fataras səmavati vəl arda hanifən muslimə belə başlayır və həmin duanı da inşallah oxumaq müstəhəbdir qurban kəsərkən. Və mən bu duanı ərəbcəsini deyirəm. Vəccəhtu vəcihi lilləzi fataras səmavati vəl arda hanifən muslimə və mə ənə minəl müşrikin. İnnə salati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin. La şərikə ləh
və bizalika umirtu və ana minəl muslimin. Allahumma minka və laka bismillahi vallahu akbar. Allahumma təqabbal minni. Bunu deyəndən sonra heyvanı kəsin. Allah qəbulləsin və əgər bir cəm insanlar bunu qurban kəsirsə, axırıncı minnini minna desin. Allahumma təqabbal minna. Və bu bölünsün. Ətlər əsasən imamlarımızın burada 3 yerə bölünür. Qurban ətindən ev əhlinə verilir, qonşulara verilir, bir də kasıblara paylanılır. Təkbirlər var. O təkbirlər orucluğun bayramında da deyildi. Zöhr namazından sonra bu təkbirlərin deyilməsi müstəhəbdir. Müxtəlif formaları vardır. Zöhr namazından başlayıb 12-ci günə qədər Zilhiccə ayında bu təkbirləri demək müstəhəbdir. Allahu akbar, Allahu akbar, la ilahe illallah, vallahu akbar, Allahu akbar, və lillahil hamd, Allahu akbar, ala ma hadana, Allahu akbar, ala ma razaqana min bahimetil en'am, velhamdülillahi ala ma ablana. Allah bunu bizdən qəbulləsin.